Salam əziz şagirdlər, bugün 5-ci sinif riyaziyyat kitabının 1-ci hissəsindən səhifə 87 və 88-də olan müqayisə və sıralama mövzusunun tapşırıqlarına bir yerdə baxacağıq. Dərsin və sualların izahına keçməmişdən öncə nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Araşdırma və müzakirədə bizə deyir ki, müştəri kütləsi 6,5 qramdan çox və 7 qramdan az olan üzük almaq istədi. O hansı üzüyü ala bilər? Bunu necə müəyyən etmək olar? 6,5-dən böyük 7-dən kiçikdirsə, məsəl üçün burada 7 tam %45-i ala bilməz. Çünki bu 7-dən böyükdür. Gəldik buna 6 tam 1450-ni də ala bilməz. Çünki 6,5-i belə yaza bilərik. Yanına 2 dənə 0 ata bilərik. Bu isə 6 tam 1450-dir. Yəni bu ədəd bu ədəddən daha böyükdür. Yəni 6 tam 1450 ədədi 6,5-dən daha kiçikdir. Həmçinin 6 tam 1495 ədədi də 6,5-dən kiçikdir. Çünki 6-dan sonra 5 gəlir, burada 6-dan sonra 4 gəlir. Deməli, bu da uyğun deyil. Birinci üzüyümüzdə 6-dan 1075-ə də baxsaq, 6-dan sonra bizdə 5 gəlir. Burada isə 0 gəlir. Bu da daha kiçikdir. Uyğun variant bu variant olacaq. Yəni 6 tam 1895. Niyə? Çünki 5-dən böyükdür 8 və 7 tamdan da kiçikdir. Deməli, uyğun cavabımız bu olacaq. Öyrənmə. Onluq kəsirlərin müqayisəsi. Tam hissəsi böyük olan onluq kəsir böyükdür. Məsələn, 3 2-dən böyük olduğuna görə 3,5 2 tam 1879-dan böyükdür. Bu aydın məsələdir. 3 tam 2 tamdan böyük olar. Tam hissələri bərabər olan onluq kəsirləri müqayisə etdikdə vergüldən sonra ilk mərtəbədən başlamaqla uyğun mərtəbə vahidlərinin sayı müqayisə olunur. Tam hissələri bərabər onda birlər müqayisə olunur. 2 böyükdür 1 olduğu üçün. Deməli, burada 1 tam 1203 ilə 1 tam 1123-ü müqayisə etsək, gəlirəm, baxıram, burada 1-dir, burada da 1-dir. Bunu müqayisə edə bilmərəm. Sonra ikinci, vergüldən sonra 2 ədədə baxıram. Burada 2-dir, burada 1-dir. Burada bitdi. Əgər 2 bunun ikinci ədədi, bunun ikinci ədədindən böyükdürsə, deməli bu ədəd daha böyükdür. Digər ədədlərə baxmağa ehtiyac yoxdur. Məsəl üçün buna baxaq. 1 tam 1164, bir də 1 tam 1136. 1, 1 eynidir. 1, 1 eynidir. Sonra gəlirəm 6, burada gəlir 3. 6 3-dən böyük olduğuna görə avtomatik bu ədəd daha böyükdür. Fikirləş. Tam hissələri bərabər olan 2 onluq kəsirdən vergüldən sonraki rəqəmlərin sayı çox olan ədəd böyükdür. Fikri həmişə doğrudurmu? Xeyr. Tam hissələri bərabər olan 2 onluq kəsir. Məsəl üçün 2 tam %79. Birinə də yazaq 2 tam 10.598. Uşaqlar elə bilir ki, burada 2 tamdan sonra 598-dir, burada isə 79-dur. Bu böyükdür. Xeyr. 2 tama baxırsan, eynidir. Sonra ikinci ədədə baxırsan, 7-dir, bu 5-dir. Artıq 7 5-dən böyük olduğuna görə 2 tam %79 daha böyük olacaq. Vaxt itirmədən tapşırıq 1 ilə davam edək. Bizə deyir ki, müqayisə edin. Baxırıq, 5 tamdır, 2 tamdır. Əlbəttə ki, 5 tam daha böyükdür, digərlərinə baxmağa ehtiyac yoxdur. 4 tam, 3 tam. 4 3-dən böyük olduğuna görə bu daha böyükdür. Gəldik. 2 tam, 2 tam eynidir. 0 0 eynidir. 8 8 eynidir. 5 bu isə 8-dir. 8 5-dən böyük olduğuna görə 2 tam 1088 daha böyük olacaq. Buna baxaq. 0 tam 0 tam eynidir.
4, 5. 5 4-dən böyük olduğuna görə ikinci onluq kəsirimiz daha böyük olacaq. Gəldi bu ədədə. 7 tam, 7 tam. 4, 0. 4 0-dan böyük olduğuna görə avtomatik 7 tam %48 daha böyük olacaq. Buna baxaq. 1 tam, 1 tam. 3, 3. 2, burada isə 1. 2 1-dən böyük olduğuna görə avtomatik 1 tam 1327 daha böyükdür. 0, 0. 3, 3. 2, 2. Eyni 5, 7. 7 5-dən böyük olduğuna görə bu böyük olacaq. Gəldik 0 tam 0, 7, 7 eynidir, 3, 3 eynidir. Biz demişdik ki, ədəddən sonra nə qədər də 0 yazsan bunun mənası olmaz. Deməli, bu ədədlər bir-birinə bərabərdirlər. Bu ədədə baxaq. 0, 0 eynidir. 0, burada isə 9-dur. 9 0-dan böyük olduğuna görə bu daha böyükdür. Bunun nə qədər uzun olmağı, yəni ki, nə qədər çox ədəd rəqəmli olmağı, bunun heç bir fərqi yoxdur. Siz əsas onun mərtəbə vahidinə baxmalısınız ki, uyğun mərtəbə vahidi digərindən böyük olsun. 0,7 ilə 0,7. 0,7-dir, bir də 0,7-dir. 0 tam, burada da 0, burada 7-dir, burada isə 0-dır, ikinci rəqəm. Deməli, 0,7 daha böyükdür. 1 tam 1000-də 41, 1 tam %41, 1 tam %41. 1 tam, 1 tam. Gəlir 0, burada isə 4 gəlir. Deməli, bu daha böyükdür. 0 tam %15. 0 tam %15. Burada isə 0 tam 1000-də 150 yazıb. Amma demişəm ki, bu 0 heç bir mənası yoxdur. Burada 0 tam %15, burada da 0 tam %15. Bunlar bir-birlərinə bərabərdirlər. Səhifə 87-ni bitirdik. Keçək səhifə 88-ə. İkinci tapşırıqdan davam edirik. Müqayisənin doğru olması üçün boş xanalara hansı rəqəmi yazmaq olar? Burada 2 tam, 2 tam, burada 4-dür, 4-dür. Burada sonra üçüncü rəqəm, yəni 8 gəlir. Burada isə başqa ədəddir. Deməli, biz 8-dən daha böyük olmalı ədəd yazmalıyıq. Bura biz 9 yaza bilərik ki, üçüncü rəqəmimiz 9, buradakı üçüncü rəqəm 8-dən böyük olsun. Baxaq buna. 8 tam, 8 tam. 4, 4, 7, 7 bərabərdir. Bu 2 böyük olmalıdır. Bura nə yaza bilərik? 1 yaza bilərik. 0 da yaza bilərdik. Gəldi bura. Bura 2 tamdır, bu da 2 tamdır. Sonra burada 8 gəlib, burada isə başqa ədəd gəlib. Deməli, biz bura 9 yazmalıyıq ki, 9 8-dən böyük olsun. Gəldi bura 1 tam, 1 tam, 4, 4, sonra gəlib burada 0, burada isə başqa ədəd yazılıb. 0 tam %5-dir. Bura gəlib biz 0 yazaq ki, bunun üçüncü rəqəmi də, dördüncü rəqəmi də 0 olsa, bunda 5-dir, bu daha böyük olsun. Yəni ki, burada 0-dan kiçik nə yazmaq olar? 0 yazmaq olar elə. Bunu onluq kəsrə çevirsək, bu 0 tam 1000-də 78-dir. Bu isə 0 tam 0. İndi müqayisə etmək lazımdır. 0 tam 0, bura 0, 0, sonra gəlir 7. Artıq bunun böyük olması üçün bura 8 və yaxud da 9 yaza bilərik. Gəlin 8 yazaq. 9 da yaza bilərdik. Öyrənmə. Onluq kəsirlərin sıralanması. Ədəd oxunda yerini müəyyən etməklə verilmiş onluq kəsirləri sıralamaq olar. Məsələn, 0 tam 1000-də 166, 0 tam 1000-də 134 bu onluq kəsirlərini ədəd oxunda belə sıralamaq olar. 0 tam %12, 0 tam 1000-də 134, 0 tam 1000-də 153, bir də 0 tam 1000-də 166 kimi bunları sıralayıb.
Biz bunu əlbəttə ki, bayaqdan müqayisə edirik. Bu müqayisə yolları ilə kiçikdən böyüyə doğru artan sırayla düzməliyik. Gəlin, vaxt itirmədən tapşırığı 3 ilə davam edək. Ədəd oxunda bu ədədlərə uyğun nöqtələri hərflərlə işarələnib. Hər bir hərfin hansı ədədə uyğun olduğunu müəyyən edin. Məsəl üçün 2 tam 1000-də 203. Bu ola bilməz. Bu A ədədinə 2 tam %16 ilə 2 tam %17 ədədi arası lazımdır bizə. Bu ədəd lazım olacaq bizə. 2 tam 1000-də 165. Çünki 2 tam 1, 1, sonra gəlir 6, burada da 6 gəlir. Bu 5 bunların arasında olacaq. Deməli, 2 tam 1000-də 165-i A ilə işarə edəcək. Sonra D variantında 2 tam %18 ilə 2 tam %19-un arasında ədəd axtarırıq. Biz əgər siz çaşırsınızsa, bunun yanına 0 əlavə edə bilərsiniz. Məsəl üçün 180 ilə 194-ün arasında 190-ın arasında ədəd axtarırıq. Biz bunu burada tapırıq. 2 tam %84 bu aralığa uyğundur. Yəni 2 tam 1000-də 184. Buradan da yazaq. 2 tam 1000-də 184-də biz D nöqtəsi adlandıracağıq. B ilə Y-nin arasında görək nə ala bilərik. Məsələn, gəlin birinci C-ni axtaraq. Yox, B-ni tapmaq olur. 2 tam %20 ilə 2 tam %21-in arasında hansı ədəd? Əgər buradakı vergüldən sonra 3 dənədirsə, qorxmayın. Bunun arasına 0 da əlavə edə bilərsiniz. Yəni 200 ilə 210-un arasında hansı ədəd ola bilər? 200 ilə 210-un arasında bu ədəd ola bilər. 2 tam 1000-də 203. 2 tam 1000-də 203-ü biz B ilə işarə edəcəyik. Gəldik Y-yə. 2 tam 1000-də 210. Bunu da bir dənə yanına 0 ataq. 1000-də 220 edək. 210 ilə 220-nin arasında baxın, bu ədəd yaza bilərik. 2 tam 1000-də 216. 2 tam 1000-də 216-nı biz Y nöqtəsi ilə qeyd edəcəyik və sonuncu C nöqtəsinə də bura bir 0 atsam əgər, sizə rahat olsun. 230 ilə 240-ın arasında 237-ni yaza bilərik. 2 tam 1000-də 237. Buna da C variantı uyğun olacaq. Dördüncü tapşırıqla davam edək. Dördüncü tapşırıqda bizə deyir ki, sıralayın. Sıralayın artan sırayla. Ədədlərimiz bunlardır. 1 tam %24, 1 tam 1000-də 235, 1 tam 1000-də 238. Gəlin bunları alt-alta yazaq ki, biz rahat bunları görə bilək. Gələk bunlardan ən böyüyü hansıdır? 1 tam, hamısı 1 tamdır. Sonra gəlir 2, 2, 2, 2, 2 eynidir. Sonra gəlir 4, 3, 3, 3, 3. Artan sırayla deyildiğinə görə ən kiçiyindən başlamalıyıq. Bununla yanına bir 0 ataq. Sonraki bu üçlərin arasında burada bir 0 atacağıq. 5, 8, 0, 3. Birinci gələcək bu ədəd. Bu birinci olacaq. 1 tam %23. Bu getdi. Sonra 33 olar. 1 tam 1000-də 233. Bu ikinci olacaq. Bu da getdi. Sonra 1 tam 1000-də 235 olar. Bu üçüncü olar. 1 tam 1000-də 235.
Bu da getdi. Sonra 1 tam mində 238 olar. Deməli yazılacaq 1 tam mində 238. Bu da getdi və sonuncu qaldı 1 tam %24. Bu A bəndinin sıralaması idi. Kiçikdən böyüyə doğru. Gəlin B bəndini sıralayaq. B bəndində azalan sırayla deyir. Azalan sıra o deməkdir ki, böyükdən kiçiyə doğru. Birinci gəlin bu ədədləri yazaq. 43, 352, 382, 367, 0,403. Azalan sırayla dediyinə görə birinci böyüyü tapmaq lazımdır. Deməli, hamısı 0,4'dür, 3'dür, 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 4'dür. İkinci ədədimiz 3'dür, bu isə 0'dır. Deməli, 3 daha böyükdür. Bu birinci ədəddir. Yəni 0,43. Sonra bu 4 ilə başlayan bu 1 idi, bu getdi. İkinci də bu olacaq. 0,403. Bu da getdi. İndi bunların arasında ən böyüyünü axtarmalıyıq. 5'dir, 8'dir, 6'dır. Əlbəttə ki, 8 daha böyükdür. 0,382. Bu da getdi. Sonra gəlir burada 6, burada isə 5. Olacaq 0,367. Dördüncü ədəd və sonuncu 5-ci ədədimizdə bu olacaq 0,352. Bu sıralamanı bu cür qeyd edəcəksiniz. 5-ci tapşırıqla davam edək. Verilmiş ədədlərdən ədəd oxununda 1,4 və 1,5 ədədləri arasında yerləşənləri müəyyən edin. Bu 1,38 ola bilməz, çünki 4-dən və 5-dən kiçikdir. Bu getdi. 1,6 ola bilməz, çünki 4-dən də 5-dən də böyükdür. Yəni bunların arasında ola bilməz. 2,3 ola bilməz. Çünki bu artıq 2 tamdır, bunların arasında ola bilməz. 1,501 ola bilməz. Niyə? Çünki bu 1,5, bu da 1,501. Buna 2 dənə sıfır əlavə etsəm, bu daha kiçik olmuş olur. Deməli, bu 1,501 daha böyükdür. Yəni bunların arasında deyil. 1,42 olarmı? Bəli, olar. 1,4 ilə 1,5-in arasında burası sıfır əlavə etsəm, 1,42 40 ilə 50-nin arasındadır. Bunu götürə bilərəm. 1,402 olarmı? Məsəl üçün 1,4-dür, 1,5-dir. Bunların arasında 2 dənə sıfır əlavə edirəm. Çünki onların heç bir mənası yoxdur. 1,402 400 ilə 500-ün arasındadır. Götürmək olar. 1,489-u da götürə bilərik. Çünki 400 ilə 500-ün arasındadır. 1,492-ni də götürmək olar. 400 ilə 500-ün arasındadır. Ədədləri bu cür götürə bilərik. Altıncı tapşırıqla davam edək. Verilmiş homol kəsrlərdən 0,1-dən kiçik, 0,8-dən böyük olanlarını seçin. Belə yazaq, 0,1, bu da 0,8. Gəlin bura bir 2 dənə 0 əlavə eləyək, burada bir 2 dənə 0, hətta 3 dənə 0 əlavə eləyək. 3 dənə 0-a ehtiyac yox idi, 2 dənə 0 bəs edir.
ki bu da 3 sıfırdan sonra, vergüldən sonra 3 dənə olsun, burada da 3 dənə olsun. Belə rahat görəcəyik. Bunların yerin gəlin belə düzək ki, yəni 0,8-dən böyük olmalıdır, 0,1-dən kiçik olmalıdır. Bura 2 dənə 0 əlavə edək, burada 1 dənə 0 əlavə edək. Elə bir ki, 80 ilə 100-ün arasında ədədlər olmalıdır. 103 olmaz. Çünki 0,1-dən böyükdür. 0,87 olar. 0,1087 olar. 80 ilə 100-ün arasındadır. Biz görürük bunu. Götürə bilərik. 0,91 olar. 91 də 80 ilə 100-ün arasındadır. 0,2 olmaz. Yəni 80 ilə 100-ün arasında olmur bu ədəd. 0,9 olmaz. 80 ilə 100-ün arasında daxil olmaz. 0,88 olar. 80 ilə 100-ün arasındadır. 0,97 olar. Görürük ki, 97 80 ilə 100-ün arasındadır. 0,79 olmaz. 79 80 ilə 100-ün arasında deyil. Bu cür asan üsullardan istifadə etməklə bütün onluq kəsirləri müqayisə edə bilərsiniz. 7-ci tapşırıqla gəlin davam edək. Samirin fikrində tutduğu onluq kəsir 2,647-dən böyük, 2,66-dan isə kiçikdir. Bu ədədin yüzdə birlər və mində birlər mərtəbəsindəki rəqəmləri eynidir. Samirin fikrində tutduğu ədəd hansı ola bilər? 2,647-dən böyükdür, 2,66-dan kiçikdir. Gəlin bunun arxasına bir dənə sıfır ataq ki, bu da vergüldən sonra 3 rəqəmli olsun. Bu ədədin yüzdə birləri ilə mində birləri eynidir. Onda yəni bu 47 ilə 66 eynidir də, yəni 2 tam eynidir. 2 tam bunda da eynidir, bunda da eynidir. 6 bunda da eynidir, bunda da eynidir. Deməli, bizim axtardığımız ədəd bu 47 ilə 60-ın arasında olmalıdır. Həmçinin də bu mərtəbələri, yəni yüzdə birlərlə mində bir mərtəbələri eyni olmalıdır. Məncə siz də mənim düşündüyümü düşünürsünüz. Bu ədəd 2,655-dir. Çünki 47 ilə 60-ın arasında ikisi də eyni olan 44 ola bilməz. Ya 55 olmalıdır, ya da 66 olmalıdır. 66 ola bilməz, çünki buna bərabər olar. Bəli, siz də doğru fikirləşirsiniz. Ədədimiz 2,655-dir. 8-ci tapşırıqla gəlin davam edək. Mirvarilər yüngüldən ağıra olmaqla sıralanıb. Onların kütləsini göstərən ədədlərin bəzi rəqəmləri pozulub. Bu mirvarilərin kütlələri nə qədərdir? Deməli, yüngüldən ağır olmaqla sıralanıblar. Deməli, ən ağırı burada olacaq, ən yüngülü burada olacaq. 4,2 bura 9, sonra 4 tam bura 18, 4 tam bura 21, sonuncu nöqtə. Deməli, ən ağırı burada olmalıdır. Ən ağırı burada olmalıdırsa, onda bura ən böyük ədədi qoyaq. Məsəl üçün 9 qoyaq. Ən yüngülü burada olmalıdırsa, deməli bura 0 qoyulmalıdır. Çünki 1 qoya bilmərəm, bununla bərabər olar. Gəldik bura. Bu da elə bir, məsəl üçün bura 1 yaza bilmərəm. Niyə? Çünki bu 2-dən böyük olmalıdır. 2-dən böyük olmalıdırsa, məsəl üçün 3 də qoya bilmərəm. Çünki bu 2-dən də balaca olmalıdır. Yəni 209 ilə 219-un arasında bir ədəd olmalıdır. Bura əlbəttə ki 218 olar. Deməli bura 0 yazmalıyam. Bura 2 yazmalıyam. Burada 9 yazmalıyam. Bu mirvarilərin kütlələri 2 tam 1209,
Daha doğrusu 4 tam 1000-də 209, 4 tam 1000-də 218, burada da 4 tam 1000-də 219 qramdır. Səhifə 87 və 88-dəki olan tapşırıqların həllinə bir yerdə baxdıq. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Hər birinizə uğurlar.